qızındıq istisinə, kör olmadıq tüstüsünə. Baxmayaraq ki, martın əvvəlidir, amma yaman soyuqdur Qazaxda. Amma belə soyuqda biz Bakıda xəmir xörəyi yeyirik, xingal. Qazaxda isə xingalı məxsusi qaydada hazırlayırlar. Biz indi Rübabə xanımdan əsl Qazax üsulu ilə xingalın hazırlanmasını öyrənəcəyik. Hə, Rübabə xanım, gəlin tamaşaçılarımıza göstərək Qazaxda xingalı nə cür hazırlayırlar. Xəncəli su tökürük xəmirə, ondan su tökürük, duz tökürük, xəmiri yoğururuq. Yoğurandan sonra kündəlik, qonağımıza baxır da, gələn qonaqlara baxır, 5 olur, 10 olur, 4 gündə düzəldirik, 5 gündə düzəldirib, bunu yoğururuq, kündəliyir. Sonra bolu yayırıq. Bundan sonra qıyma doğrayırıq. Gəl göstərək. Bax bu məşhur qurutdur ki, birazdan xingalın üstünə duru halda və onu necə duru hala gətirirlər, onu da sizə göstərəcəyik. Xingalın xəmiri qalın olmalıdır, yoxsa? Nazik. Başlayırıq xəmiri doğramağa. Qazanın qapağı açılır, qaynayır və biz indi xingalları qazanın içine atacaq. Qazanın içine xingal atında nəsə demək lazımdır. Bismillah. Xingalımız demək olar ki, hazırdır. Bu birdən birbaşa nimçələrə çəkiləcək. Hə, beləcə çəkiləcək. Mən birinci dəfədə qurutdan xingal yerim. Məsləhət görürəm, dadı haqqında heç bir şey deməyəcəm sizə. Məsləhət görürəm ki, Qazaxa gələsiniz və qurutlu üstünə cücə əlavə olmuş, bulunlu yağ, soğan əlavə olunmuş xingal yiyəsiniz. Mən gedirəm yeməyə. Gəlin.